Xoş gördük hər birinizi dəyərli izləyicilər. Mən Mətanət Nəbiyeva yenə bir taksonomiya kurikulumu sualı ilə sizin qarşınızdayım. Bilirik ki, taksonomiya, yəni idrak taksonomiyasının sualları həm müəllimlərin işə qəbulu, həm də sertifikatlaşma imtahanında imtahan sualları arasında sıx istifadə olunan suallardır. Gəlin suala vaxt itirmədən diqqət edək. Əsərləri növlərinə görə qruplaşdıran və daha sonra bədii təsvir gücünə görə onları fərqləndirən və daha emosional qeyd edən şagirddə idrak taksonomiyasının növünü müəyyənləşdirin. Burada bəzi müəllimlər ilk öncə fərqləndirmək feilinə adaptasiya olur və yanlış olaraq sualın cavabını anlamaq mərhələsi kimi götürürlər. Amma bizim diqqətimizdə olmalıdır ki, fərqləndirmə iki cür fərqləndirmə ola bilər. Bir daha sadə fərqləndirmək bu işlənir anlamaq mərhələsi ilə, amma birinin digərindən daha üstün tərəfini qeyd etməyin fərqləndirməyi təhlil etmək mərhələsi ilə işlənir. Burada da əsərləri fərqləndirir və daha sonra ən emosionalı, daha emosionalını qeyd edirsə, deməli əsərlər arasında seçim edəcək, ən üstünlüyü tapacaq. Ən üstünlüyü tapmaq, ən yaxşısını tapmaq, ən idealını qeyd etmək hansı mərhələ ilə işlənir? Təbii ki, təhlil etmək mərhələsidir. Əgər video sizin üçün faydalı oldusa, videonu bəyənməyi, kanala abunə olub qayd etməyi unutmayın.